Aksafa rayonunda yaranmış şahane oyunu elə də təsadüfi oyun deyil. Bunu Əfəndiyev Nizami Yasinoğlu tərəfindən icad olunmuş bir sorusu intellektual oyundur. Yəni 27 fevral 2013-cü ildə Azərbaycan Respublikası Müəlliflik Hüququ Agentliyi buna 7499 nömrəli şəhadətnamə ilə bunu təsdiqləyib müəllimlik hüququ verirdi. İndi həmən şəhadətnamə bizdə olduğu kimi əlimizdədir və şəhadətnamə də buradadır. Yəni bu müəlliflik hüququ sırf Əfəndiyev Nizami Yasinoğlu'na məxsusdur. İndi bu oyunun gedişi haqqında giriş sözünü biz müəllifə verək. Müəllif giriş sözünü izah eləsin. Nə cür yaranıb, hardan bu belə oyun icad olunub, nəyə əsasən olunub, əsas mahiyyətlərini müəllim geniş sürətdə danışsın və sonra da biz olan figurların gedişlərini izah edək. Azərbaycanlı olmağımla fəxr edirəm bu öz yerində və bugünkü günü 2012-ci ilin yəni qış aylarında yuxuma girən bir oyunu reallaşdırmaq mənə nəsib oldu. Mən hədsiz şahmat sevən adamım və bugünkü günü mən şahmata oyun da demirəm. Şahmat bir insanın əqil, zəka idmanıdır. Lakin şahmatda bir sıra boşluqlar görürəm. Nədir boşluqlar? Deyirəm. Deyək ki, axıra fil qalır, heç bir nəticə yoxdur, demək heç içədir. Ya tək at qalır, heç içədir. Kənarlarda, flanklarda əskər qalır, heç içədir. Mən şəxsən məni narahat edən oydu. Bu şahmatın özü də bugünkü günü şahanə təqdim etdiyimiz zəka idmanı da iki ordunun döyüşməsini təmsil edən bir zəka idmanıdır. Burada heç-heçə olma, o biraz mənə xoş deyildi, razılaşamırdım və bu baxımdan da bu yeni demək ki, zəka idmanı çıxılıb dünyamıza gələr oldu. Əsasən bunu qeyd eləməliyəm. Bugünkü orduda ordunu təmsil edən, yəni arsenalları şahmatdakı kimi deyil. Şahmatda at, fil, lakin bu devirdə, bu zamanda, bizim əsrimizdə bəli, nə şah var, nə deyək ki, at var, nə fil var və bu baxımdan arsenalları təmsil edən bir yeni bir zəka idmanı olmalıdır. O baxımdan da mən qərara gəldim və dediyim kimi bunu çox məşhur bir şəxslə yuxuda oynamışam. Bunu da qeyd edəcəm. Lakin o gedişlər falan mənim yadımda qalmamışdı. Bu gedişləri, hər bir gedişi figurların, hərbi arsenalların texniki göstəricilərinə uyğun olaraq müəyyənləşdirildi. Əlavə olaraq bunu deməliyəm. Yəni ki, bugünkü günü bu yeni şahanə zəka idmanı
Hesab edirəm dünyada öz sözünü deyəcək və hətta bunu o figurların geyimində futbol stadionunda belə oynanıla bilər. Yəni bu zəka idmanı nümayiş etdirilə bilər. Və bunu da əminliklə deyirəm. Bu azacıq öz sözünü deyər, xalq arasında tədris olunar və dünyaya yayıla bilərsə, bu zəka idmanının misli bərabəri yoxdur. Baxıram mən futbol stadionlarına, nə qədər insan var, futbol həvəskarları orada iştirak edirlər, bəli. Saat yarım ərzində özlərini o idmana bağlayaraq orada bir zövq alırlar. İnanın, mən çox əminliklə deyərəm ki, bu zəka idmanı insanların düşünmə tərzini mi, onun beyninin daha çox inkişaf eləməsi mi, tədbiri olmağını mı, xüsusi olaraq vurğulayıram. Bu, hərbi hissələrdə hərbiçilər üçün daha önəmlidir. Taktika qurmaq, onu daha deyək ki, tədbirli şəkildə bir figurlarla nümayiş elətdirib onu tətbiq etmək imkanları yaradar. Əlbəttə, bir daha deyirəm, mən şəxsən bu yeniliyi həyatda görmək arzusundayım və buna da inanıram ki, gec-tez bu öz sözünü, bu zəka idmanı öz sözünü deyəcək. Diqqətiniz üçün sağ olun və sözü təkrarla verirəm Rafiq müəllim Cəllov. Bizim həmən bu şahanə dediyimiz zəka idmanının ən deyək ki, öndə gedən müəllimi sayılır və var və bunu tədris etmək lazımdır. Bu dəftərlərdə, kitablarda bu ixtira heç yana gedə bilməz. Odur ki, xalqın dəstəyi, rəhbərliyin dəstəyi çox önəmlidir. Diqqətiniz üçün minnətdarım. Şahanə oyunun taxtası şahmat taxtasına nisbətən başqa formadadır. Yəni başqa forma nədir? Orada 8 xana olduğu halda burada 12 xanadır. Və daşların sayı da oradakına nisbətən burada çoxdur. Yəni figurların sayı daha çoxdur. Şahanə oyununun 6 etapı var. Birinci etap, Ali Baş Komandanın mühafizə eləmək. İkinci etap, döyüşçünü, yəni sərhəddə çıxartmaq, texnikanı və döyüşçünü sərhəddə çıxartmaq. Üçüncü etap, taktika qurmaq, yəni hər bir oyunçu özünə taktika qurmalıdır, qalib gəlmək üçün, taktika qurmaq üçün və döyüşçüləri də sərhəddə yenə çıxartmaq üçün. Dördüncü etap, rəqib tərəfin Ali Baş Komandanını təslim eləmək. Beşinci etap, texnikanı və döyüşçüləri sayını çox saxlamaq. Yəni, mümkün qədər itkiyə yol verməmək. Çalışmaq lazımdır ki, döyüşçünün sayı kifayət qədər çox olsun. Və sonuncu etap isə döyüşçüləri ön cəbhəyə çəkmək, yəni çıxartmaq. Bunlar oyunun əsas etaplarıdır. O ki qaldı, indi burada hər bir xanada düzəliş var. Bunlar əskərlərdir.
Nə vaxt bunlara biz döyüşçü deyirik? Bunlar artıq hücuma keçəndə döyüşçü sayılırlar. Amma belə olduqları yerdə əskər sayılırlar. Yəni, əskər hərəkətə keçərsə, döyüşərsə, o döyüşçü olur. Piyadalar, yəni bu döyüşçülər bir-birdə bir xana da gedə bilərlər. Eyni vaxtda iki xana da gedə bilərlər. Eyni vaxtda üç xana da gedə bilərlər və axırıncı eyni vaxtda sərhəddə qədər. Yəni, sonuncu sərhəddə qədər 4 gediş eləyə bilərlər bir dəfəyə. Bu, rəqib tərəfə keçdikdə isə piyada artıq bir-bir getməyə başlayır. Və qarşısında gələn hər hansı bir fiquru vurmaq üçün o ancaq çəpəki vura bilir və onun yerinə də qoyulur. Bu piyadaların gedişidir. Sonra hər hansı bir döyüşçü ön xətt cəbhəyə çıxarsa, ön xəttə çıxarsa, o istənilən Ali Baş Komandandan başqa istənilən bir yüksək rütbəli və fiqurların gedişini qazana bilər. Və bu da orada bir xal verir. Bir xal verir ki, bu piyada əgər iki döyüşçü ön cəbhəyə çıxarsa, iki xalla və oyun tamamlanır. Sonra bu döyüşçülərin içində hər iki tərəfdə, yəni istər ağ fiqurlarda, istər qara və ya qırmızı fiqurlarda fərqi yoxdur. Bunların rənginin, yəni müxtəlif rəngdə olurlar. Ağ və o biri tünd rəngdə olur. Və bunların içərisində də kəşfiyyatçı var. Bu kəşfiyyatçılar məxfi saxlanılır. Hər iki rəqib öz kəşfiyyatçısını məxfi saxlayır və kəşfiyyatçının da arxasında belə bir K hərfi göstərilir. Yəni bu kəşfiyyatçıdır. Aydındır. Bu kəşfiyyatçı ön cəbhəyə çıxdıqda, yəni ön yerə çıxdıqda xal yarım xal qazanır. Yəni kəşfiyyatçı. Başqa bir döyüşçü ön cəbhəyə çıxdıqda o qəhrəman sayılır. Və onun da çiyninə, sağ çiyninə rəngli, qırmızı və ya başqa bir rəngdə, mavi, cəhrai rəngdə olan bayraqlar sancılır. Yəni artıq bilinir ki, bu qəhrəman döyüşçüdür. Ali Baş Komandan gedişi, yəni durduğu yer. Öncə izah elədiyim o şahanə taxtası, o bir gediş çertyojudur. İndi isə əsl orijinal buradadır. Müəllif Əfəndiyev Nizami Yasinoğlu'nun sırf özünün ələməyidir və hər bir fiquru heç kəsin müdaxiləsi olmadan özü yoğun hazırlayır. Və bu gördüyümüz taxtanın üzərindəki fiqurların hər biri Əfəndiyevin özünün xüsusi ərişidir. Və orada da göstərdim, burada da var. Bu məxfi saxlanılır. Bu kəşfiyyatçı sözü altda K hərfi olur və yaxud da ki, ulduz şəkili. Bu, o tərəfin rəqibi, bu piyadanı, yəni bu döyüşçünü tanımır, yəni bilmir hasıdır. Bunu oyuncu o tərəfdə, bu tərəfdə, bu kəşfiyyatçıları deməli nə ağırlar, məxfi saxlayırlar. İndi qaldı əsas arxa cəbhədə olan fiqurları göstərək. Birinci, Ali Baş Komandan fiquru. Bunların gedişatını sonraki dərsimizdə izah edəcəyik. Sadəcə olaraq bu Ali Baş Komandanın fiqurudur. Hərbi komandandır. Helikopterdir. Yəni hərbi vertolyot. Döyüş maşını, yəni tank. Qırıcı təyyarələrimiz, radarlarımız,
havadan olan bütün mühafizələri deməli bu radarlar tutur və deməli öz gedişatını da izahını verəcək. Və bu da uzaq vuran raketimiz. Bunları gələn dərsə hamısını biz geniş sürətdə izah edəcəyik. Figuralarımız da budur. Eynən həyatda olan texnikalar kimi əlinlə yomub, əlləri var olsun, çox sağ olsun, zəhmət çəkib, bu cür figur yaradıb, bu cür oyun icad edilib. Bu oyunun icadını da ki, dediyi kimi, bu oyunun da icadını dediyi kimi özü yuxusunda görüb və onu da həyatda tətbiq edilibdir. Və gedişatlarını da özü də izah elədi ki, yadından çıxdığına görə sonra real həyatda olan bu raketdir, radardır, qırıcıdır, helikopterdir, tankdır, bunların hərəkətlərini də real həyatdakı kimi göstərdi. İndi gələn dərsimizdə bunların hər birinin gedişatını izah eləyəcəyik. Sadəcə olaraq biz piyadaların gedişini izah elədik, vurmasını izah elədik və ön cəbhəyə çıxdıqda dedik ki, bir xal qazanır. Əgər 2 döyüşçü çıxarsa, deməli 2 xalla oyun bitmiş olur. Müəllifin özü də qeyd elədiyi kimi bu oyunda heç-heçə söhbəti çox aktualdır, yəni çox azdır. Bu qədər.